ağacı nə ağac dələn oydu bitirdi, nə torpağı şoran oldu, nə də kökü daşa toxundu. O ağacın bəxti yatdı. Sonra bağban unutdu. Sonra sahipsiz görüb zəhmətkeş qarışqalar, həşəratlar canına daraşdılar. Hər şeyini daşıdılar qabığı qalana kimi. Qurutdular içini, düşüncələrini. Son nəfəsini yaşayan bu ağac dualara möhtac. Hey insanlar, hey insanlar, yığışın gəlin, bu ağacı dövrəliyin. Tanrıya səsimiz, diləyimiz yetincə təzədən göyərər bəlkə. Pöhrə-pöhrə, kölgə-kölgə, barbəhərli ömür kimi. Tanrıdan dualarımız yağışlı cavabla geri dönüncə hamımızın qəlbində ümid, sevgi göyərincə o ağac da göyərəcək, mütləq göyərəcək.